Salam, hər vaxtınız xeyir. Deməli, 54 nömrəli tapşırığı həll etməkdən ötürü burada modulun xassəsini bilməliyik. Biz bilirik ki, modul A bərabərdir. Deməli, burada 2 dənə variantımız var. Əvvəlcə A kiçikdir 0 olanda. Deməli, modul A-da A kiçikdir 0 şərti verilirsə, burada moduldan mənfi A çıxır. Əgər modul A-da A böyükdür 0 şərti verilərsə, onda buradan A çıxır. Bu nə deməkdir? Yəni, A özü mənfi ədəddir. Qabağında da mənfi yazmalıyıq ki, modulun qiyməti bilirik ki, məsafə olduğu üçün həmişə müsbət olur. Bu şərt daxilində, indi bu kəsiri biz ixtisar eləməkdən ötürü əvvəlcə modul açmalıyam. Burada 1 çıxılsın, x-ə baxıram. X deyib 1-dən böyük ədəddir. Məsələn, 1-dən 3 çıxanda mənfi ədəd qalır. Mənfi ədəd qalırsa, deməli, mən bunu mənfi A ilə çıxartmalıyam. Yəni, mənfi ifadənin mənfisi ilə və yaxud da ki, əksini. Yəni, belə yazıram bura. Modulda 1 çıxılsın, x bərabərdir. Mənfi mötərizədə 1 çıxılsın, x də çıxarda bilərəm. Və yaxud da modulda 1 çıxılsın, x-in yerinə yaza bilərəm. Bunun əksi olan ifadəni, yəni bu mötərizəni açanda eyni ifadə ilə bərabər olur. X çıxılsın 1. Bu daha rahatdır, yəni yadda saxlamaqla. İndi moduldan çıxardıramsa, modulda x yazıram. Mötərizədə olur x çıxılsın 1. Bunu moduldan çıxartdım. Məxrəci isə kvadrat üçədli kimi vuruqlarına ayırıram. Vuruqlarını ayıranda bir vuruğumuz olası x çıxılsın 1. Digər vuruğumuz da olası x üstə gəl 2. Və buradan da aydın görünür ki, x çıx 1-lər ixtisar gedir. Qalır surətdə x məxrəcdə x plus 2 ifadəsi. Bu qədər.